Əliyeva Kəmalə Nəsir qızı. Vurulan mənim qızımdır. Məhərrəmova Esmira Etibar qızı. Qızım gedib şəhərə saat 4-5 iradələri. Gedib bazar, köhnə Kaxoz bazarının başında parfümeriya yeri var. Dux yeri. Girib oradan özünə dux götürüb. Çıxanda elə maşına oturmaq istəyəndə arxadan cumub uşağı 14 dənə bıçaq zərbəsi yetirib uşağımın ölümünə vurubdu bir sözlə. Qızımın 3 dənə uşağı var. 2 oğlu, bir qızı var. Bir uşağı 1-ci qrup əlildir. Yox, əvvəllər yox, bu iyul ayından bunların problemləri başlayıbdı. Əvvəlcə belə mənim evimi yandırdı, kül elədi. Qəsəbədə, Seviş qəsəbəsində evim gecə saat 4-də yandı, kül oldu. Dünyam getdi içində. Sonra da mənim uşağımı gündə təhdid elədi, özümüzü təhdid elədi, təhqir edici sözlərlə. Dedi ki, qız, öldürəcəm səni. Eləcə 2 dəqiqədən bir deyirdi, sizi qıracam, öldürəcəm, yandıracam, partladacam. Kürəkənim ölsün. Ondan sonra da qızım gedib şəhərə, arasından bir ay keçəndən sonra uşağımın maşınına zərər verdi. Bütün uşağın maşınının qırağını cırıq-cırıq elədi, pis günə qoydu. Sonra da dedi ki, gənə sən uşağı təhdid elədi, təhqir edici sözlərlə, hərbi sözlərlə. Özü də hərbiçidir. Yəni, indi o işindən də oldu, gücündən də oldu. Yəni, qoymaram o insan işıqlı dünyada gəlsin. O insana ən ağır cəzanı istəyirəm, versinlər. Sonra da uşaq gedib şəhərə saat 3-4 iradələrində dux almağa. Güdürmüş uşağımı. Uşağım gedib düşüb duxu alıb. Maşına gələndə daldan yetir uşağı, 14 dənə bıçaq zərbəsi indir uşağım. Elə uşağım orada qan içində, elə bir qafıl mənə zəh gəldi ki, uşağını vurubdu yoldaşı, durmayın gəlin.